Kriptovalyuta dünyası mərkəzi olmayan quruluşu və təqdim etdiyi innovativ texnoloji imkanlarla son illərin ən populyar investisiya sahəsinə çevrilib. Lakin bu rəqəmsal qızıl mədəninin böyük riskləri və yüksək volatilliyi də var. Yatırımçıların çoxu rasional analizlər əvəzinə emosional hərəkət etdiyi üçün təəssüf ki, pullarını itirir. Bu gün kripto dünyasında sağ qalmanıza və uğurlu olmanıza mane olan ən çox edilən 5 kritik səhvdən danışacağıq. Hazırsınızsa başlayaq. Birinci səhv: FOMO ilə almaq. Qorxu pis məsləhətçidir. Kripto bazarında edilən ən geniş yayılmış səhv FOMO-dur. Yəni bir şeyləri qaçırmaq qorxusu. Sosial mediada hamının bir coin-dən danışdığını, qrafiklərdə nəhəng yaşıl şamlar əmələ gəldiyini gördükdə sanki bir şeyləri itirirmişsiz hissinə düşürsüz. Bu vəziyyət əslində psixoloji bir tələdir. Yatırımçılar strategiya müəyyən etmək əvəzinə çoxluğun davranışını təqlid edərək sürü psixologiyasına düçar olurlar. FOMO sizi qiymətin ən yüksək olduğu anda alış etməyə sövq edir. Nəticə isə adətən məyusluqdur. Qiymət artıq şişmişkən zirvədən alırsınız. İlk sərt düzəlişdə isə panikləyib ən dibdən satırsınız. Unutmayın, investisiya duyğu ilə deyil, soyuqqanlı bir strategiya ilə edilməlidir. Bazar həyəcanı zirvədəykən daxil olmaq əvəzinə hər fürsətin yenisinin gələcəyini bilərək səbirli olmaq lazımdır. İkinci səhv araşdırmadan almaqdır. Bilmədiyiniz bir şeyə yatırım etməyin. Bir çox yatırımçı kriptovalyutaların arxasındakı texnologiyanı və ya layihənin məqsədini anlamadan sadəcə populyar olduğu üçün alış edir. Halbuki kripto dünyasında do your own research, yəni öz araşdırmanı et, qızıl qaydadır. Bir layihəyə pul yatırmadan əvvəl mütləq texniki sənədini, yəni white paper-ını oxuyun. Layihənin hədəfləri və yol xəritəsi aydındırmı, yoxsa sadəcə hype üzərinə qurulubmu? Layihənin arxasındakı komandanı araşdırın. Adı olmayan və ya keçmişi şübhəli olan komandaların layihələrindən uzaq durun. Həmçinin pump and dump sxemlərinə və qarşılıqsız pul vəd edən saxta influencerlara qarşı ayıq olun. Əgər bir şey həqiqi ola bilməyəcək qədər yaxşı görünürsə, çox güman ki, o şeydə bir fırıldaq var. Anlamadığınız, əsasını bilmədiyiniz hər hansı bir varlığa yatırım etmək investisiya deyil, qumardır. Bütün pulunuzu tək bir varlığa yatırmaq üçüncü səhvdir. Riski paylamaq lazımdır. Kriptovalyutalar öz təbiətinə görə son dərəcə risklidir. Layihənin uğursuz olması, hək edilməsi və ya sıfıra enməsi həmişə bir ehtimaldır. Buna görə portfel diversifikasiyası ən mühüm risk idarə etmə strategiyalarından biridir. Bütün yumurtaları tək bir səbətə qoymamaq prinsipini tətbiq edin. Yalnız tək bir coinə yatırım etmək əvəzinə pulunuzu müxtəlif varlıq siniflərinə və sektorlara paylayın. Məsələn, portfelinizin bir hissəsini daha təhlükəsiz sayılan Bitcoin və Ethereum-da saxlayarkən, bir hissəsini DeFi, NFT və ya Web3 kimi müxtəlif layihələr arasında bölüşdürün. Həmçinin həmişə bir qədər nəqd pul və ya stabil coin saxlamaq bazardakı ani fürsətləri dəyərləndirməyinizə və mümkün olan çöküşlərdə zərəri minimuma endirməyinizə kömək edə bilər. Diversifikasiya edilmiş portfel tək bir layihənin çöküşünün bütün yığımınızı məhv etməsinin qarşısını alır. Hər düşüşdə satmaq dördüncü səhvdir. Panik satışlar sizə zərər verir. Bazar qırmızıya boyandıqda və qiymətlər 20-30% düşdükdə içinizi bir qorxu bürüyürsə, panik satış tələsinə düşməyə yaxınsınız deməkdir. Panik satış qiymətlərin düşməsindən qorxaraq zərəri reallaşdırmaq və oyundan çıxmaqdır. Lakin bazarlar dövri xarakter daşıyır. Düşüşlər adətən müvəqqəti düzəlişlərdir və tarix boyu bazar həmişə toparlanmağı bacarıb.
Ağıllı bir yatırımçı qısa müddətli dalğalanmalar əvəzinə uzun müddətli hədəflərə fokuslanır. Əgər layihənizin əsaslarına güvənirsinizsə, qiymət düşdükdə satmaq əvəzinə dollar dəyər ortalaması edərək giriş xərcinizi aşağı sala bilərsiniz. Bir yatırımçı əlindəki varlığı satana qədər texniki olaraq zərərdə deyil. Stresinizi idarə etmək üçün yalnız itirməyə hazır olduğunuz məbləğlərlə yatırım edin və ekran başında 7/24 qrafik izləməkdən uzaq durun. 5-ci səhv isə varlıqlarınızı birjada saxlamaqdır. Açar sizdə olmalıdır. Kripto dünyasının ən məşhur ifadəsini yadımıza salaq. Not your keys, not your coins. Açarlar sənin deyilsə, coinlər də sənin deyil. Varlıqlarınızı mərkəzləşdirilmiş birjalarda saxladığınız zaman əslində onlara həqiqi mənada sahib deyilsiniz. Birja sadəcə sizin adınıza əmanətçidir. Əgər birja həkk edilsə, iflas etsə və ya hesabları dondursa, bütün yığımınıza girişi itirə bilərsiniz. Təhlükəsizliyiniz üçün böyük miqdardakı varlıqlarınızı mütləq hardware cüzdanlarda saxlayın. Hardware cüzdanlar şəxsi açarlarınızı internetdən kəsilmiş mühitdə saxlayaraq kiber hücumlara qarşı tam mühafizə təmin edir. Öz cüzdanınızın nəzarətini əlinizə aldığınız zaman məsuliyyət sizə keçir. Gizli bərpa ifadənizi, yəni seed phrase-inizi heç vaxt heç kimlə paylaşmayın və təhlükəsiz offline bir yerdə saxlayın. Açarlarınızın sahibi olduğunuz zaman varlıqlarınızın da həqiqi sahibi olursunuz. Kriptovalyutalara investisiya etmək sürət yarışı deyil, bir marafondur. FOMO-ya düşmədən, dərindən araşdırma edərək, riskinizi paylayaraq, panikaya düşmədən və ən əsası, varlıqlarınızın təhlükəsizliyini şəxsən özünüz təmin edərək bu bazarda uğurlu ola bilərsiniz. Kripto dünyası şuurlu və intizamlı yatırımçılar üçün böyük imkanlar təqdim etməyə davam edir. Növbəti videoda görüşənə qədər bol qazanclar.